Salam millət. Mən səslənirəm buradan Cəlilabadda yaşayan əhaliyə. Əsasən də xüsusən rayondan kənarda yerləşən kəndlə yaşayan əhaliyə. Deməli, gördünüz ki, ərazidə boş-boşuna hər hansı bir qayi işçiləri gəzirsə, boş-boş o yolda ki, o ərazidə ki, bir yol iznakı yoxdur, işarəsi yoxdur, nə bilim radar yox, heç nə yox. Ümumiyyətlə, qayi işçisi o qurumtovka yerlərə gəlib maşınla belə gəzməsinə, dərhal bunu və yaxud da adi sıravi maşında gəzən bir şübhəli adam kimi gördünüzsə, dərhal şəkilin, videosunu çəkin, birbaşa Daxillər Nazirliyinə göndərin. Çünki bunlar hamısı yoxlansın, görək bunlar kimdir? Bunlar həqiqətən də elə bir qanun, əmr var ki, bunlar ərazidə gəzib dolaşa bilərlər, yox. Ya da mənim nömrəmə, elektron adresim var, göndərin, biz bunları araşdıraq, görək bunlar kimdir? Bunlar öz başına bu ərazilərdə nə gəzirlər? Nə istəyirlər? Bunların fikri, niyyəti nədir? İctimaiyyət arasında polisə qarşı güclü agresiya var. Bütün polislərə qarşı. Amma baxmayaq ki, o polislər elə deyil. Həqiqətən dövlətimizin, ölkəmizin qulluğunda, əsasında duran zəhmətkeş polisləri adına xələl gətirən bu tipli şəxslər, onların biz qarşısını almalıyıq. Bütün polislər, Daxillər Nazirin, hüquq mühafizə orqan işləri elə deyil. Biləs vətəndaş, əgər şübhəli al bir nəsə gördünüzsə, dərhal şəkilin çəkin, maşın nömrəsini çəkin, dərhal göndərin nazirliyə, kimdir bu araşdırmasına bağlı məlumat verin. Çünki bunlar biz məlumatımıza görə bu adamlar, bu şəxslər kimlərsə, heç biri qanuni fəaliyyət göstərmir. Onların ümumiyyətlə mərkəzi yollarda gəzə bilərlər, görüntü verə bilərlər, amma qurumtov qalan yerlərə bizim hörmətli polis patrullarımız var. Onlar öz işlərini çox gözəl, mükəmməl görürlər. Belə, mütləq göndərin, gözləyirəm.